Salam əziz fermerlər, bu günlərim daha az məşğul olunan sahə ipəkçilik haqqında danışmaq istədim. İpəkçilik ümumilikdə müəyyən bir dövr üçün orta məbləğdə gəlir verən bir sahələrdən biridir. Əvvəllər bu sahə ilə daha çox məşğul olurdular. İndi isə nisbətən sayı azalmışdır. Əsasən bu sahə üzrə daha çox müəyyən müəssisələr və idarələr məşğul olur. Kiçik sahibkarlar isə bu sahə ilə daha az məşğul olurlar. Ümumilikdə mən bilmək istəyərdim. Məsələn, hal-hazırda məşğul olan insanlar varsa, məsələn, hansı sortla məşğul olurlar, necə yemləmə aparırlar, əsas problemləri nələrdir? Ümumilikdə bu ipəkçilik haqqında, barama haqqında, qurd haqqında bir neçə silsilə davamlı video hazırlamağı planlayıram. İnşallah siz də əgər bu sahə ilə məşğul olursunuzsa, öz problemlərinizi və tövhələrinizi verə bilərsiniz. Sağ olun.